Salam əziz izleyiciler. Bugün biz sizinle xırda ve kristal munculardan hazırlanmış zərif qolbağı addım-addım düzəldəcəyik. Ümid edirəm ki, bu model xoşunuza gələcək. Gəlin başlayaq. Bizə lazım olacaq xırda və kristal muncuqlar, bilərzik üçün bağlayıcı və xalqa, muncuq düzümü üçün iğnə və sap, bir bağlayıcı və 5 xırda muncuğu götürüb iğnə sapdan keçirdiririk. İğne sapımızı təkrarən bir də muncuqların içindən keçirdiririk. Əlimizə iki tərəfdən sapları götürüb 2 düğün vururuq. Və bilərziyimizin bağlayıcı hissəsinə davam edirik. İğne sapı götürüb muncuqların içindən keçirdiririk. Beləliklə bizim zərif bilərziyimizin bağlayıcı hissəsi hazırdır. Artıq sapımızı da qayçı ilə kəsirik. Bilərziyimizə davam edirik. 4 xırda bir kristal, 4 xırda muncuğu götürüb bilərziyimizdə olan xırda muncuğa birləşdiririk. İğne sapımızı təkrarən dairəvi şəkildə bir də muncuqların içindən keçirdiririk. İğne sapımızı kristal muncuğun içindən də keçirdiririk. 3 kristal muncuğu götürüb kristal muncuğa birləşdiririk. Hər kristal muncuqların arasına bir xırda muncuq əlavə edirik. Bir xırda muncuğu da götürüb kristal muncuğa birləşdiririk. Əlimizdə muncuqları çevirib bir də əlavə xırda muncuğu götürüb kristal muncuğa birləşdiririk. Bir xırda muncuğu götürüb iğne sapımızı bir kristal və bir xırda muncuğun içindən keçirdiririk. Və bilərziyimizə davam edirik. Dokuz xırda muncuğu götürüb muncuqları sol tərəfdən xırda muncuğa birləşdiririk. İğne sapımızı kristal və xırda muncuqların içindən keçirdiririk. Bir muncuğu boş bırakıb xırda muncuqların içindən bir də iğne sapımızı keçirdiririk.
İğne sapı muncuqların içindən keçirdiririk. Mərkəzdə olan bir xırda muncuğu boş bırakırıq və iğne sapımızı muncuqların içindən keçirdiririk. İğne sapımızı kristal muncuqların içindən də keçirdiririk. Gəlib çatırıq biz bilərziyimizin birinci hissəsinin sonuna. Bilərziyimizin birinci hissəsi hazırdır. Keçirik bilərziyimizin ikinci hissəsinə. 4 xırda bir kristal, 4 xırda muncuğu götürüb xırda muncuğa birləşdiririk. Təkrarən bir də iğne sapımızı muncuqların içindən keçirdiririk. İndi isə iğne sapımızı kristal muncuğun içindən keçirdiririk və əlavə 3 kristal muncuq da kristal muncuğa birləşdiririk. Bir əlavə xırda muncuğu götürüb kristal muncuğa birləşdiririk. Eyni qaydada təkrar edirik. Hər iki kristal muncuğun arasına bir xırda muncuq əlavə edirik. Və bilərziyimizi muncuqlarla toxumağa davam edirik. Gəlib çatdıq bilərziyimizin əsas hissələrindən birinə. 9 xırda muncuğu götürüb sol tərəfdən xırda muncuğa birləşdiririk. İğne sapımızı kristal və xırda muncuqların içindən keçirdiririk. İğne sapı muncuqların içindən keçirdirib gəlib çatırıq muncuqların mərkəz hissəsinə. Mərkəz olan hissəsində bir muncuğu boş bırakıb keçirik o birisi hissəyə. Bilərziyimizi rahat şəkildə əlimizdə tutub iğne sapımızı kristal muncuqların içindən də keçirdiririk. İğne sapımızı xırda muncuqların içindən də keçirdiririk. Beləliklə bizim bilərziyimizin ikinci hissəsi də hazırdır. Bilərziyimizə belə qaydada davam edirik. Bilərziyimizin çox hissəsi hazırdır. Keçirik bilərziyimizin bağlayıcı hissəsinə. Bir halqa 4 xırda muncuğu götürüb bilərziyimizdə olan xırda muncuğa birləşdiririk. Dairəvi şəkildə bir də iğne sapımızı muncuqların içindən keçirdiririk.
İğne sapı muncuqların arasından keçizdirib 2 düğün vururuq. Düğün vururuq ki bizim bilərziyimiz sapdan açılmasın. Bilərziyimiz möhkəm olsun. Və iğne sapımızı muncuqların içindən keçirdiririk. Və artıq sapımızı qayçı ilə kəsirik. Beləliklə, bizim bilərziyimiz hazırdır. İzlədiyiniz üçün videonu təşəkkür edirəm. Videonu bəyəndinizsə, zəhmət olmasa like edin. Fikirlərinizi şərh bölməsində yazın. Və yeni videolarımda xəbərdar olmaq üçün kanalıma abunə olmağı unutmayın. Hələlik!